Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının kredit portfelinə nəzarət güclənəcək. Əsas məqsəd onların portfelində istehlak kreditlərinin artımına yol verməməkdir. Mərkəzi Bankın istehlak kreditləri ilə bağlı banklara qarşı tələbləri sərtləşdirməsindən sonra əhali bank olmayan kredit təşkilatlarına üz tutub. Əsasən bölgələrdə insanlar arasında populyar olan bu təşkilatlar fəaliyyətlərində hələ ki heç bir məhdudlaşdırıcı tədbirlə üzləşməyib. Tənzimləyicinin bank olmayan kredit təşkilatlarına qarşı mülayim davranması isə onunla bağlıdır ki, bu qurumlar əmanət qəbul etmədiyindən onların müflis olması, bağlanması, verdiyi kreditin qayıtmaması halında yalnız özləri itirir. Amma Mərkəzi Bank bu qurumları öz başına buraxmayacaq. İstehlak kreditlərinin xüsusi çəkisinin və əhalinin lazımsız yerə borçlanmasında bank olmayan kredit təşkilatlarının rolunun artmaması üçün onların kredit portfelinə nəzarət olunacaq. Onların inkişafının erkən mərhələsidir. Yəni daha çox regionlarda açılır, daha çox biznes kreditlər, fermerlərə verilən kreditlərin həcmində biz artım görürük. Ona görə də yəni bu inkişafın ilkin mərhələsində hər hansı bir sərt tənzimləyici tədbirlər nəzərdə tutulmur. Amma ümumən təbii ki, biz onların portfelində o struktura daim fikir veririk və lazım gəldikdə həm fərdi, həm də sistemli şəkildə öz tövsiyələrimizi veririk. Hazırda ölkədə 160 bank olmayan kredit təşkilatı var. Mərkəzi Bankın məlumatına görə onların yarıya qədəri bölgələrdədir. Son vaxtlar isə bank olmayan kredit təşkilatlarının sayının artması, xüsusilə bankların da daxil olduğu holdinglərin belə qurumlar yaratması müşahidə olunur.